Zadda dedi ki, Səməndə də dedi, Türk Zaddan Firdevsi Şərurun Dəmir kəndindən də pastayını gəlib mal alıb aparırdı, kökətmə mal. Dedi, biz Zaddan Türkiyədən, İrandan avtomat almışıq, belə avtomatımız var, zadımız var. Orada hər o atışma olanda təhlükəsizlik, bu polis rəisi, İspalkomun sədri, raykomun katibi hamısı deyiblər ki, doğrudan da Türklərdə avtomat var da, belə atışma var. Bax, ondan biz o elə bir ki, o qırğının qabağını, o atışma. Bizdə də nə idi? Çobanların zadının hərədə bir quş tüfəngi vardı. Atdıq, səs küy qalxdı, o ermənilər girmədi. Bir də o şey yadımdadır ki, yaylaq vaxt idi. Ermənilər qorxusundan bizim kətdən gəlib keçməli idilər Murad təpəsinə, Alagöllərin üstünə qədər. Cermukun başının üstündə dağlar vardı, Keçəl dağı zadı. Ermənilər qorxusundan bir ay gec dağa qalxdılar. Bizi qoşurdular, savxozu çağırdılar mütəxəssisləri zadı, gene hostunda. Raykom girə bilmirdi bizim dəriyə. Orada söhbət apardılar, aydığa belə olmaz, biz bir millətli xalqdır, belə dostluq falanıq. Sonra onların sürüsünün yanına biz düşürdük, ferma müdürləri, baytar texnikləri, nə bilim, aktiv. Gətirib kətlərdən, məsələn, Ələyizdən, Qovuşqdan qabaqlı kəndin içindəki daş atmasınlar, falan eləməsinlər. Bunlar o forma ilə yaylağa çıxdılar. O hadisələr, o atışma, o bizim Dərələyiz cəmaatının, demək olar ki, o 7 kəndin, 12 kəndi olub, bir 4 kənd elə bil qabaqlı, qarışıq kənd idi erməninin. Bax, o qırğının qabağını aldı, bizə girə bilmədilər. O hadisə yadımdadır. Onunla da çıxmağa qərar verdiniz, yaxşı. Ondan baxdıq ki, mümkün deyil. Bəs oradan çıxanda şəxsi təsərrüfatlarınızı çıxara bildiniz, yoxsa hər şeyi orada ermənilərə qoyub gəldiniz? Ev eşiyimiz hamısı qaldı, demək olar ki. O şəxsi təsərrüfatdan da demək olar ki, bəzi ailələr çıxarda bilmədi tamamilə. Məsələn, bizim kətdən bir 10-12 ailə qalmışdı, onlar axıra qədər çıxarda bilmədilər. Biz vaxtında çıxardan biz hiss elədik ki, yaşamaq mümkün deyil. Zaten Kənd Təsərrüfatı Nazirinin müavini vardı. Mosesyan gəldi, Ələyis kəndində iclas elədi. İnsanlar, məsələn, ot biçininə zaten fikir və bəri idi də, gəlib abmen eləyirdilər, bəzi çıxıb gəlirdi belə. Onda gəldi, dedi ki, əgər siz işləmirsinizsə, bu saatı çıxın gedin, qoyun biz gətirək buranı dolduraq ermənilərlə. Mosesyan, Kənd Təsərrüfatı Nazirinin, o zadı da müvəqqəti prezidenti də əvəz elədi. O Sarkisyandan sonra idi məncə. Sarkisyan prezidentidir, Vəzirovla bərabər gəlmişdi. Komsomoldan işləyirdilər onlar. Bax, o vaxtları bizə hələ baxdıq ki, bu açıq-açığına deyək, çıxın gedin də. Biz də onda göstəriş elədik cəmaata ki, ay cəmaat, da bu yaşamaq mümkün deyil. İndən özümüzü da deyiləm. Biz ona görə oktyabr ayında az adamlar qalmışdı. Məsələn, kimlər qalmışdı? Müəllimlər. Məktəb direktoru, müəllimlər, ondan sonra baş mütəxəssis, mən baş mütəxəssisim, heyvan ferma müdürləri, buğalter falan, belə şeylər. Bunlar qalmışdı. Qalan əhali buradaydı. Azərbaycanda, Bakıdan ev dəyişən, Gəncədən ev dəyişən, Sumqayıtdan ev dəyişən, bu formayla millət gəlmişdi. Bax, buyurun. Onu da hiss elədik. O Mosesyan da gəlib deyəndə ki, ya çıxın gedin, bu açıq deyir ki, çıxın gedin də. Ya çıxın gedin ki, biz adam gətirək dolduraq bu mal heyvan sağlar. 20 min təsərrüfatda qoyun var idi. 1000 baş qara mal var idi. İldə 200 ton elə bir ki, dövlətə ət verirdik. 1500-2000 ton süd verirdik. Bunun hamısı gəlirdi. Üzüm var idi, Ələyis kəndində üzüm verirdi. Tütün vardı, tütün sahələrində işləyirdi. Bizim qızlar, məsələn, arendazad götürüb işlədirdilər. Demək olar ki, savxozda milyoner savxozdur. Respublikada bəlkə 7 savxozdur ki, milyonçu savxozuydu. Həmişə xeyrinə işləyən savxozuydu. Çox gözəl iş qurulmuşdu. Kəndlərdə inkişaf getmişdi. Kəndlərdə orta məktəblər tikilmişdi. Məsələn, mən 70-ci ildə orta məktəbi qutaranda Qovuşq kəndində qutarmışım. Amma məndən sonra demək olar ki, 82-ci ildə, bilmirəm, deyəsin, mənə elə gəlir. 82-ci ildə orta məktəb tikilib. 2 mərtəbəli, sportun zalı, laboratoriya otaqları, lingofon kabinetləri, çox inkişaf. Uşaq bağçası, 2 mərtəbəli deməli klub,
uşaq bağçası, tibbi məntəqəsi, ondan sonra ticarət mərkəzi, bax, hər cürə inkişaf var idi. İnsanlar getdikcə varlanırdı. Məsələn, ilin sonunda işləyirdi bizdə çobanlar, naxçı, sağcı, ilin sonunda 2000 manat, 3000 manat əlavə 13-cü əmək haqqı deyirdilər. 13-cü əmək haqqı alırdı. Ona görə də insanların vəziyyəti getdikcə bağ salmışdı insanlar həyət yanı torpaqlarında. Bağ var, qoz bağları, alma bağı, armud bağı, bax belə hər şeydən gəlirdi. Ermənilər gəlirdi, Yerevandan gəlirdi, qabaqlının almasını deyib gəlirdilər hamısı. Ağacın başında yığırdılar almanı. Pulunu sayırdı manat yarımdan, 2 manatdan. Verirdin götürüb gedirdi. Bax beləncə təsərrüfat güclənmişdi, insanlar yaxşı yaşayırdı. Belə. İbrahim müəllim, Azərbaycana ilk gəldiyiniz illərdə harda məskunlaşdınız və qarşılaşdığınız ən böyük çətinliklər nə oldu? Demək olar ki, Azərbaycana gələndə biz Sumqayıt şəhərində məskunlaşdıq. Bir müddət işsiz qaldım mən, 1-2 ay. Ondan sonra Saray Üzümçülük və Maldarlıq Savxozuna müraciət elədim, baş soteynik təyin olundum. Orada mən 1 il işlədim. Yaxşı da nəticələrlə, yaxşı yüksək nəticələrlə işlədik. Demək olar ki, sarayın tarixində bəlkə də görünməmişdi, heyvandarlıqda, maldarlıqda daha doğrusu 13-cü əmək haqqı almaq. Orada sağcılar hamısı demək olar ki, plan 9 ayda yerinə yetirildi. Süd planı, ət planı, bala planı, hamısı planlar yerinə yetirildi. Ona görə də sağcılar, iştirak edənlər, naxçılar 13-cü əmək haqqı aldılar orada. Orada yaxşı nəticə oldu. Mən orada 1 il işlədim, ondan sonra oradan çıxdım. Sumqayıt Kimya Sənaye Birliyinin Padşovun xaziyyəsi var idi da, yardımçı təsərrüfat. Dəvətçidə yerləşdirdi, Dağquş kəndində. Orada da maldarlıq var idi. Orayla məşğul oldum, işlədim 1-2 il. Sonra da başqa bir vəzifələrdə tikintiyə getdim, Bakıda tikinti idarəsində usta işlədim. O vaxt prorab deyirdilər də usta, baş usta. Belə də müəyyən işlərdə, vəzifələrdə işləyə gəldim. O dövrdə Azərbaycan dövlətinin və sakinlərin, yerli sakinlərin sizə qarşı münasibəti necə idi? Pis olmadı. Ümumiyyətcə xalqın öz xalqıdır da, başqa millət deyil. Öz xalqına münasibəti pis olmadı. Yaxşı qarşılandıq. Ancaq bir şey deyim, hələ təzə biz gələn vaxt Sumqayıtda yerli cəmaatdan uşaqlarımız həyətə çıxırdı. O qədər, məsələn, zadlar qonşulaşmışdılar, demək olar ki, Azərbaycanlı, Rus, Erməni, Sumqayıt internasional şəhəri idi də belə götürəndə. Bizim uşaqlar həyətə çıxanda deyirdilər, hələ tamaşa elə. Şəxsən mən onu öz zadımdan, yəni həyatımdan deyirəm. Uşaqlar həyətə çıxanda orada arvad var idi, sonsuz idi o arvadda. Baxırdım, deyir ki, zadımına bax, dağdan gəliblər, zavodda işləyirdi, o evin yiyəsi zavoddan ev alıbdı, gəlib yığışırlar 3 otaqlı evə. Hansı ki 3 otaqlı evə biz 10.000 pul saymışdıq. Oradakı Ermənistandakı evimizdə abmen, güya ki abmen yolu ilə reşeni almışdıq ki, 10.000 burada pul saydım ona. O çıxdı, getdi zad. Bax, elə hadisələr olub. Yəni o qanmayan insanlar. Amma ümumi götürəndə xalqın, yaxşı qonşularım var idi, məsələn. Biz o vaxt köçü tökəndə uşaqları tökdülər, mənim köçümə də kömək elədilər, qaldırdılar evin içinə. Köməklə uşaqları tökdülər, cavanlar ki, gəlin kömək eləyin. Bax, o çox yaxşı qarşıladılar bizi o vaxtlar. Bax, bugün gəncliyinizin keçdiyi o Dərələz mahal üçün, Qabaqlı kəndi üçün ən çox nəyə darıxırsınız? Darıxdığınız, nəsə arzuladığınız, yadınızdan çıxmır. Gəncliyimiz, ümumiyyətcə, mən həmişə indi də deyirəm ki, lənət olsun bu hadisələri törədənlərə, Mehdi müəllim. Lənət olsun, çünki gəncliyimiz getdi. Oradan gələndən sonra bir yerdə biz bənd ala bilmədik. O iş qalmadı ki, özümüzü ora vurmayaq. Nədir, balalarımızı bir tərəfə çəkək, böyüdək, əlini bir yerə çatdıraq.
Allahın böyüklüyünə şükür et, yəni naşükür deyiləm. Həmişə də rüzum bərəkətim olubdur. Uşaqları böyütdük, təhsil verdik. İkisi də universitet təhsil alıbdır. Məsələn, oğlum Sumqayıt Universitetini qurtarıb. Qızım biri də yenə Sumqayıt Universitetinin İqtisadiyyat fakültəsini qurtarıb. Oğlum standartlaşma sertifikasiyanı qurtarıb. Balaca qızım Bakı Dövlət Universitetinin tarixini qurtarıb. Yəni özümüzə görə şərait, yəni çətinlik də olsa, nə çətinlik olursa sinə gərdik, çalışdıq, işlədik. Uşaqlarımızı şükür Allaha böyütmüşük. Hamısı yerbəyer eləmişik, qaydasında ailələri, uşaqları falan. Yaxşı insanlar da olub. Məsələn, mən o zavodda işləyən vaxtı Ordubaddan Sabir var idi. Kənd təsərrüfatı sahəsinə baxırdı, şöbə müdürü idi. İltifat müəllim var idi, Beylə qanlan idi. Çox yaxşı insan idi. Fikrət Sadıxov məsələn baş direktor işləyirdi. Orada o vaxtlar işlətdi, münasibətləri bizə çox yaxşı oldu. 20 yanvar hadisələrində o şey də yadımdan çıxmır ki. 20 yanvar hadisələrində demək olar ki 40 gün zavod işə çıxmadı. Kimya Sənaye Birliyi işə həylələr gəlirdi, otururdu, qayıdıb gedirdi. O zadda Kimya Sənaye Nazirinin müavini gəldi, oturdu Sumqayıtda, insanlar işə çıxmadı, etiraz olaraq. Yəni o xalqımızı o devr üçün, bizim ağır devirdi, 88-də təzə gəlmişdi, qaçqınlıq zat falan. Ona baxmayaraq, o xalq nətər birləşmişdi. O qaçqını da, yerlisi də, o birisi də, o əzaba, o təzyiqə xalqın birliyi, o elə bir ki, güc gəldi.